Mən ərəbə ağlayıram, yaxşı sənin öz şəhidi üçün ağlayan gününü görməmişəm axı. Görməmişəm də. Bu yaxınlarda var idi, çıxmışdı. Bəzi adamlar var cəmiyyətin içində belə ürək bulandıran, üzr istəyirəm ifadəmə görə, ünsürlər var. Onlar neynirlər? Onlar çıxırlar ortaya, hamısı aradan gedir, məhv olur, tarixin zibilliyinə gedir. Qalmırlar. Artıq bizim cəmiyyətimiz yetişmiş bir cəmiyyətdir. İnsanlar artıq başa düşürlər nə var, nə yox. Deyir, bu nədir? Yaxşı, nədir? Özü də iddia eləyir ki, siz niyə Hüseynə ağlayırsınız? Siz Polad Həşimova ağlayın, siz mübarizə ağlayın. Başlayır, siz bir filan şəhidə ağlayın. Neyniyir? 2 dənə dəyəri bir-biri ilə üz-üzə qoyur. Neyniyir? Mənim dəyərim olan mənim şəhidimi, mənim mübarizimi, mənim ciyərparəmi, mənim Hüseynimlə üz-üzə qoymaq istəyir. O mübariz ki, yazır, mən Hüseynin nəvəsiyəm, mən bu haqsızlığa dözə bilmərəm. Allahümmə salli əla Muhammed, Ali Muhammed. O mübarizi istəyir üz-üzə qoysun, o Poladı istəyir üz-üzə qoysun, o Fəridi istəyir üz-üzə qoysun, o 3000 şəhidi və ondan qabaq olan şəhidlərimizi istəyir ki, Hüseynlə üz-üzə qoysun. Halbuki bunlar sinələrinə döyə-döyə meydana gedirdilər. Bunlar İmam Hüseyn eşqi ilə gedib vuruşurdular, İslami düşüncə ilə gedirdilər, vuruşurdular. Bunlar deyir, onda birazdan sən mənə deyəcəksən ki, əgər bu ərəbdirsə, bunun babası da ərəbdir, sənə kitab gətirən də bunun babasıdır. Demək, sən Quran qəbul eləməmsən, ay məlum. Sən aldadırsan, sən gizlədirsən, sabah da deyəcəksən ki, nədir? Bu nədir? Ərəbin gətirdiyi Quranı niyə qəbul eləməliyik ki biz? Hüseynin babası deyil bu Quranı gətirən. Bu şəriəti gətirən Hüseynin babası deyil. Bu şəriəti davam elətdirib bizə çatdıran, bunun mühafizəsində dayanan İmam Hüseyn deyil. Baxın əzizlər, bu düşüncələr hər bir zamanda olub, hər bir zamanda olacaq, qiyamətə qədər də onlar olacaqlar. Və onlar bu karvana daş atacaqlar, bu həmişə olub, yenə də olacaq, qiyamətə qədər də olacaq. Sənin ürəyin buz kimi olsun. Sənin ürəyin buz kimi olsun ki, sənin Hüseynin 1500 ilə yaxındır yaşayır, 1400 il keçib yaşayır. Bununla bilirsən nə mübarizələr aparırlar, bilirsən nələr eləyiblər. Hüseynin adını çəkənin dilin qopardırdılar, əlinin adını çəkənin dilin qopardılar. Meysəm-i Təmmarı neynədilər? Dilini qopartdılar kişinin. Dilini çıxartdılar. Nədir? Əlinin aşiqidir. Dedilər, susmadı. Danışma, danışdı. Bir yerə gəldi, çatdı. Dedilər ki, bunun dilini qopardın, çıxardın, danışa bilməsin. Buracan eləyiblər, başlar kəsiblər, qadınların, qarınların yırtırdılar. Muaviyə tarixdə neçə şeyi eləyib, onu Muaviyədən qabaq heç kim eləməyib. Elə şeyləri də eləyib, onu Firon eləyib. Muaviyə neynirdi? Deyirdi, Əli adında olanları gördünüz, öldürün. Əli aşiqləri olan xanımların, qarınların yırtıb, balaların çıxardıb öldürürdülər. Bunu kim eləyib? Bunu Firon eləyib. Elə yerlər olurdu, düşürdü əllərinə, xəlvət yerlər bu cinayətləri eləyirdilər. Firon eləyirdi, deyirdi, uşaqların, xanımların, qarınların yırtın, qoy uşaq dünyaya gəlməsin, oğlan uşaqların öldürün, qoy dünyaya oğlan gəlməsin, kahinlər deyib biri gələcək, mənim hakimiyyətimi məhv eləyəcək. Allah dedi, Diyan, indi sənin əlinlə onu böyüdəcəm. Musanı sənin əlinlə böyüdəcəm, səni yıxacam.
Neynədi? Evində gətirdi, böyütdü. Nəmrud Allahlıq iddiası eləyirdi. Bir dənə milçəyi göndərdi burnundan beyninə. Dedi, diyan, sənin buna gücün çatmır. Ay bədbəxt, qabağımda Allahlıq iddiası eləyirsən sən. Hər bir zamanda Allah mütəal neyniyib? Bu cür çıxardıb. Baxın, əzizlər, İmam Hüseynlə belə mübarizələr aparanlar olub. İmam Hüseyn məktəbi ilə bu cür cinayətlər eləyiblər ki, Hüseynin adı yaşamasın,